Niyə mən bugünə qədər bu yeməyi hazırlamamışam? Adı kişdir. Həm isti, həm soyuq halda süfrəyə verilən ənənəvi yeməkdir. Çox amma çox ləzzətlidir. Hər zamanki kimi umacılı xəmirdən istifadə etdim. Çünki umacılı xəmirlə nə hazırlasanız dadı möhtəşəm olacaq. Unu soyuq yağla umac edirəm. Bu dəfə də puşqa yağından istifadə etdim. Üzərinə yumurta, şəkər tozu, duz və buzlu su əlavə edib xəmir yoğururam. Və içliyi hazırlayana qədər xəmiri soyuducuda dinləndirirəm. İçlik üçün soğanı qovurub üzərinə göbələk əlavə edirəm. Ən sonda soyuq bişmiş toyuq filesini qatıb birlikdə bişirirəm. Sonra içliyi tam soyuduram. Xəmiri bişirəcəyim qəlbə yayıram. 170 dərəcədə 20-25 dəqiqə sobaya göndərirəm. Üzərinə yağlı kağız sərib düyü səpirəm ki, xəmir şişməsin və formasını saxlasın. Sobadan çıxardıqdan sonra üzərinə Holland pendiri, qaymağın içinə oreqanı səpirəm. Ən sonda çeri pomidorlarını düzüb yenidən sobaya göndərirəm. 35 dəqiqə təxmini bişməyə qoyuram. Xəmiri bişibsə, qızarıbsa, demək ki, hazırdır. Necəsə bugünə qədər mən bunu bişirib dadmamışam. Çox ləzzətlidir. İlahi, bu nə dadlı belə? Niyə mən bugünə qədər bu yeməyi hazırlamamışam? Adı kişdir. Həm isti, həm soyuq halda süfrəyə verilən ənənəvi yeməkdir. Çox amma çox ləzzətlidir. Hər zamanki kimi umacılı xəmirdən istifadə etdim. Çünki umacılı xəmirlə nə hazırlasanız dadı möhtəşəm olacaq. Unu soyuq yağla umac edirəm. Bu dəfə də puşqa yağından istifadə etdim. Üzərinə yumurta, şəkər tozu, duz və buzlu su əlavə edib xəmir yoğururam. Və içliyi hazırlayana qədər xəmiri soyuducuda dinləndirirəm. İçlik üçün soğanı qovurub üzərinə göbələk əlavə edirəm. Ən sonda soyuq bişmiş toyuq filesini qatıb birlikdə bişirirəm. Sonra içliyi tam soyuduram. Xəmiri bişirəcəyim qəlbə yayıram. 170 dərəcədə 20-25 dəqiqə sobaya göndərirəm. Üzərinə yağlı kağız sərib düyü səpirəm ki, xəmir şişməsin və formasını saxlasın. Sobadan çıxardıqdan sonra üzərinə Holland pendiri, qaymağın içinə oreqanı səpirəm. Ən sonda çeri pomidorlarını düzüb yenidən sobaya göndərirəm. 35 dəqiqə təxmini bişməyə qoyuram. Xəmiri bişibsə, qızarıbsa, demək ki, hazırdır. Necəsə bugünə qədər mən bunu bişirib dadmamışam. Çox ləzzətlidir. İlahi, bu nə dadlı belə?